Baxın, bir pasiyent reabilitasiya mərkəzinə gəlibsə, reabilitasiyanın dili nədirsə, həmən pasiyentin 3 gün qızıl vaxtı var. O 3 gün içərisində rahat şəkildə yatır, istədiyi vaxtı siqaret çəkə bilər, yemək yeyə bilər, gəzir, dolanır, tanış olur buradakı əməkdaşlarla və yaxud da pasiyentlərlə. Amma ümumiyyətcə adaptasiya dövrü 14 gündür. 14 gün ərzində demək olar ki, hər bir insan bura uyğunlaşa bilir. Yəni uyğunlaşıb tam proqrama qoşula bilir. Və ondan sonra rahat olur. Ümumiyyətcə biz 12 addım reabilitasiya mərkəzi olaraq, həm psixiatriya ilə, həm psixoloqlarla və digər psixoloji mərkəzlərlə həm dostluq edirik, həm əməkdaşlıq edirik. Hər hansı bir çətin anlarda biz onlardan tövsiyə də ala bilirik, onlara dəvət də edə bilirik bura. Onlar gəlirlər, bizə yardımcı olurlar. Mənə valideyn zəng edib deyir ki, biz dəfələrlə uşağı müalicə eləmişik, bu yenidən qayıdır istifadəyə. Mən ona sual edirəm ki, harada müalicə elətdirmişsiniz? Deyir ki, evdə. Deyirəm, nətər evdə müalicə olmur axı, siz evdə uzaqbaşı, fiziki asıllığını biraz götürə bilərsiniz də. Amma bu adamlar mütləq ki, reabilitasiya mərkəzi keçməlidir. Deyir ki, mənim xəbərim yoxdur, bilmirəm. Mən o valideynlərə demək istəyirəm ki, bu günləri narkomaniyadan, alkoqolizmdən, oyun asıllığından reabilitasiya mərkəzi çıxış yoludur. Sizə kömək olacaq. Əlaqə saxlayın, yardımcı olsunlar. Narkotik təkcə bir fərdin faciəsi deyil, ümumən ailələrin, cəmiyyətin problemidir. Odur ki, bunu birlikdə həll etmək üçün yetər ki, dəstək, ümid, inam, bir də sevgi məsuliyyəti olsun. Hamılıqla gənclərimizi narkotik bəlasından qorumaq ümidi ilə növbəti proqramlarımızda görüşəcəyik.